Leysan yağışa düşdü. Taksi bizi burada gözləyirdi yaxşı ki. İndi gedirik dediyim restorana. Ümid edirəm yağış dayanar. Çünki orada şəkil çəkdirmək istəyirəm. Çox qəşəng yerdir. Buranı deyirdim. Baxın nə gözəldir. Biz gəlib çatan kimi yemək sifariş eləmişik. Çox acıq deyə. Səhər yeməyindən sonra heç nə yeməmişik. Sizin üçün biraz çəkmişəm. Yemək yeyim, ətrafı çəkəcəm. Bir də buranın maraqlı hekayəsi var. Onu da sizə danışacağım. Deməli dostlar, bura Taman Dedari adlanır. Gördüyünüz bu belə əzəmətli heykəllərin tarixi var. Tarixi ondan ibarətdir ki, Dedari sözü, yəni cənnətə gələn mələk deməkdir. Markandeya adlı bir insan gəlir Ayın çayı sahilində meditasiya eləyir Baliyə gələrkən və burada Ayın çayında mələkləri görür. Mələkləri görür və onları Taman Dedari adlandırır və onun belə deyim hekayəsinə əsasında burada belə əzəmətli, həqiqətən də çox böyükdür. Bilmirəm ölçüsü buradan görsənir yoxsa yox. Belə heykəllər düzəldiblər. Burası restorandır. Yəni ərazisi çox gözəldir. Yaşıllıqdır. Bilmirəm buradan görsənir yoxsa necə. Baxın, çox gözəl bir ərazisi var. Çox böyükdür. Hətta resepsiyonda belə heykəllər var. Deyim ki, qiymətləri bahadır. Yox, qiymətləri yəni normaldır. Deməzdim ki, bahadır. Bizim dünən getdiyimiz Yapon restoranı, yəni bundan çox baha idi. Yəni düşünün də Bakıda belə bir restoran olsa, əminəm ki, ora batmaq olmaz. Yəni bura belə deyim də muzey kimi bir yerdir. Sanki burada muzeydə oturmusan və yemək yeyirsən. Yəni baxın burada şəkil çəkdirirlər. Görürsüz, yəni nə boyda olduğunu. İnsan durub, oğlan aşağıda durubdu və heykəllərin böyüklüyü. Mən də bayaq şəkillər çəkdirdim. Düşündüyümdən daha yaxşı alındım. Əslində hava indi saat 5-dir. Hava artıq nisbətən qaralıb çünki yağış yağırdı. Yəqin ki, otelə gedərik. Daha sonra baxarıq, bəlkə çıxarıq. Hələ tezdir. Baxın, heykəllər buradan da görsənir. Görürsünüz, burada insanlar oturub. Və ətrafı bütün yaşıllıqdır. Biz də burada oturmuşuq. Hələ qarşıda da oturmağa yerlər var. Burada inanılmaz böyük pauk var. Bilmirəm, görsənir yoxsa yox. Baxın, yəni dəhşət böyüdür. Çox qorxuludur. Hələ buradan çay axır. Çox gözəl yaşıllıq var. Baxın. Məncə Baliyə gəlsəz bura mütləq gəlin. Biz restorandan sonra gəldik mərkəz tərəfə. Burada bir dənə iki supermarket var idi. Bura baxın birinci. Maraqlı yerdir. Restorandır bura deyəsən. Wow. Xoşdur bunlar belə egzotik yerləri. Turist cəlb eləmək üçün. İndi o gedirik birinci gün getdiyimiz supermarketə. Oradan bəzi şeylər almalıyıq, onları alacağıq. Daha sonra da yəqin ki, otelə gedəcəyik. Çox qaranlıqda, bilmirəm görsənirəm yoxsa yox. Otelə gedəcəyik. Belə. İndi marketə gedək, orada maraqlı meyvələr var idi, sizin üçün də çəkərəm. Few moments later. Biz gəldik, yol üstü bir dənə çay içdik. Yağış yağırdı, biraz isindik. İndi gedəcəyik marketə, oradan sonra da artıq otelə. Yorulmuşam, biraz dincəlmək istəyirəm. Sabah çox maraqlı gün olacaq. Yəqin ki, marketdən sonra vlogu bağlayaram. Yadımdan çıxmışdı ki, sizin üçün marketə çəkəcəm. Gedək orada çəkim, bugünlük yəqin ki, bu qədər. Burada yeni seremoniya var nəsə. Maraqlı. Few moments later. Biz gəldik marketə. Biraz burada alış-veriş eləyəcəyik. Gəlin sizə də göstərim. Burada Lubaq kofeləri var, baxın. Belə bu növləri var. Sonra
Mən bir dənə bundan götürdüm, üyüdülmüş olandan dadına baxmaq üçün. Daha sonra belə maraqlı skrablar filan var. Mən bu skrabı götürdüm. Skrabım qurtarmışdı kakraz. Burada da belə sabun filan. Bunlar da body butterlardır. Skrabın body butterları. Çoxlu fərqli kofe növləri var. Sadəcə biz o qədər yeni evə aksesuar aldıq ki, yerimiz çox deyil. Bir də bu kofe mənə maraqlı gəlir. Bilmirəm, bəlkə bunu alarıq, amma əmin deyiləm. Gəlin gedək sizə meyvə addelini göstərim. İnanılmazdır. Yəni bütün egzotik meyvələr görə bilərsiniz. Baxın. Yəni bu dragon fruitdir. Baxın. Bu da onun sarısıdır. Bu birisi nədir? Durian adı belədir. Sonra burada belə doğranmışlar da var. Biz o günlərim almışdıq. Doğranmış formada. Mangolar çox dadlıydı. Fərqli meyvələr var. Bu nədir bilmirəm. Bunu bir də görmüşdük. Sonra belə paçkalar da var. Çox fərqli meyvələr var. Bəzilərini heç görməmişəm. Baxın, biberə oxşuyur qəribə. Hələ bu tərəfdə var. Yəni burada da var, o biri tərəfdə də var. Salih hə burada nə? Başqa bunlar nədir belə? Mangoya oxşuyur. Nə maraqlı mangodur. Baxın, bu xurmaya oxşuyur, amma nədir bilmirəm. Bu da maraqlıdır. Bu da mangodur. Bu salata qatılan mangodan deyə yəqin. Burada da belə maraqlı meyvələr var, baxın. Bu nədir? Salak vali. Adı belə gedir. Bu da mangodur. Deməli, bu da mangodur. Hamı fərqli cürə, yəni hamısı fərqli növlərdədir. Baxın. Deyə də bilmədim. Sonra burada belə kokos yağları var. Mən bir dənəsini aldım sprey formasında. Bilmirəm düzələdim yoxsa yox. Yəqin ki marketdə daha ucuz olardı. Əslində kokos yağını Berlində də tapmaq asandır. Ona görə almıram. Burada belə meyvə şirələri var. Kombucha var burada. Yəni belə ən sevdiyim şeylərdən biridir xaricdə market gəzmək, görmədiyim, dadmadığım şeylərin dadına baxmaq. Belə sizə ən çox nə maraqlı gəldi, rəylərdə fikrinizi bildirərsiniz. Mənim üçün də maraqlıdır. The next day. Bugün ayın 12-sidir, mənim doğum günümdür və biz bugün tur götürmüşük. Daha doğrusu Salih ad günümə hədiyyə eləmişdi. Görməli yerləri gəzəcəyik, bir neçə çox məşhur templelara gedəcəyik. İndi artıq yola çıxmışıq. Hal-hazırda çox məşhur bir templa gedirik və yolumuz 2 saat yarımdır Ubuddan. İzləmədə qalın, birazdan oranı sizə göstərəcəm. Every village we have special day to do the celebration. Our celebration in Bali like this. Biz gəlib çatdıq Gate of Heaven-a. İndi birazdan içəri girəcəyik. Buranın hekayəsi odur ki, burada belə deyim qapılar var. Hansı ki mənzərə Agung dağına baxır. Agung dağı Balinin ən hündür dağıdır və ən müqəddəs dağı hesab olunur. Elə bir ki, həmin dağa baxaraq onlar Tanrıya sitayiş etmək üçün bu qapıları tikiblər və Balini qoruyan 8 müqəddəs abidədən biri buradadır. Əslində mənzərəsi çox gözəldir. Sadəcə çox turistik yerdir. Balidən daha doğrusu Ubuddan biz 2 saat yarıma gəlib çatdıq bura. Biz şəxsi private tur götürmüşük, amma düşünürük ki, əslində qrup turu da götürmək olardı. Bu formada çox insanlar gəlir. Burada məsələn çoxlu avtobuslar var, baxın. Turistlər gəlir və gözləmə növbəsi minimum 3 saat olduğu deyilir. Ümid edirəm ki, elə olmaz, tez bir zamanda keçərik. Burada professional şəkillər çəkirlər turistlərin. Yəqin ki, görmüsünüz, belə altdan su formasında, qapıların arasında şəkillər çəkirlər. Mən bura gəlməyi çox istəyirdim. Sadəcə bizim getdiyimiz destinationlardan çox uzaq olduğu üçün gəlməyəcəkdik. Artıq belə deyim, qəbullanmışdım ki, gəlməyəcək. Sadəcə Salih mənim ad günümə bunu hədiyyə elədi və bu tura da həmin bu məbəd aiddir. İndi içəri keçək, oranda sizin üçün çəkəcəm. İndi biz avtobusa oturduq. Belə avtobusla bizi
yuxarı qaldıracaqlar. Burada əslində pilləkənlər var. Belə deyim, Balidə insanlar ibarət etmək üçün 1700 pilləkəni gəzərək çıxırlar və onlar inanırlar ki, eqoları belə deyim, təmizlənir. Baxın, həmin o məşhur Heaven Gate buradır. Bu da məbədin özü. Bu hissələrdə çox maraqlıdır. Hündürdən çox qəşəng mənzərəsi var. İnsanlar da burada növbə gözləyir. Hours later. Biz Gates of Heaven-dan qayıtdıq. Hardasa 40 dəqiqə növbə gözlədik orada. Çox olmadı əslində. Yəni deyilən qədər deyildi. Tez-tez çəkirdilər. Mənzərə gözəl idi. Şəkillərimizi çəkdilər. İndi gedirik kofe plantasiyasına. Çox isti idi sadəcə. İnanılmaz isti idi, hündürdə idi deyə. Bir təhər oldum istidən. Əslində yaxşıdır ki, yağış yağmır ən azından. Belə, indi gedirik kofe plantasiyasına. Oradan da sizin üçün videolar çəkəcəm. Kofe plantasiyasında kofe necə hazırlandığını başa salırlar. Həm də tasting olur. Tasting pulsuzdur. İstəsəz buradan kofe də ala bilərsiniz. Gedək baxaq. Free, yeah. Just a plan of coffee is all, but this is a type of coffee. This is a robusta coffee. We have two types, Arabica and robusta. Which one is better? Normally, the other country they use more Arabica. The robusta is quite strong. The taste. Really? Yeah, very strong like that one. And this one, this is the bean like this one. Green, they're still young. They just wait become the color is to red color. Okay. Red is ready to harvest like that one. Okay. Yeah, flower first. After flower, they come out small. Cacao tree. Yeah, normally starting green, and then bigger, and then yellow is ready to harvest. Yeah, this is the regular coffee. This is the Bali coffee. And then next we put on here. Here now we make a coffee powder. Yeah. This one we call it here. Yeah, filter like this. Get a very fine powder. The poop from the animal. Yeah, the luwak coffee. Yeah, the animal eat coffee. The swallow process. This one, they right? come out like this. Yeah, but this one is just already dried. This doesn't smell. And then next process, this one the poop we open first the hard skin, and we get the seed inside. Okay. The bean is not contact with the poop because the animals cannot digest the hard skin. Yeah. And this one, we wash again by hot water and regular water. After that, we dry again on the sun. We have fruit of cocoa. We have vanilla bean. We have also clove. Yeah, benar. Yeah, pepper. We have cinnamon. Buradakı nəylərdir? Fifteen kind of coffee and tea. Biz indi tasting eləyirik. Bir neçə növ kofe gətiribdi. Burada həm Bali kofesi var, kakao var, ginsengdən qarışıq, sonra kokonat qarışıq. Yəni en qədər növü var. İndi dadlarına baxacağıq. Heç bunun hamısını içib bitirmək olmaz onsuz da çoxdur. O hansıdır? Moka. Qəşəng. Avokado kofe. O da. Avokado kofe. Onu çox sevdim. Bırax. Birinci dəfə də içirəm. Avokadonun dadı gəlir qəribə. Ginger. Ginger yaxşı olan. Bəs bu rozov olan nədir? Çatır deyirsən. Oy, çox acıdır. Bu indi çaylardır. Ginger tea. Lemon Kofelər grass bitdi. tea. Bunlar da çaylardır. Ginger, Yəqin lemongrass, mango tea. bu nədir? Roz. Bu mango tea. Maraqlı bir dənə nəsə var idi. Mango Roz. deyil, mangostin. Rozella. Bu rozelladır Salih. Xeyr. O mangostindir. Bundan. Hə, bəs rozella hansıdır? Budur. Rozella bunun. Qəribə görsən, bunu içmək istəmirəm. Bəs bu sarı? Herbal tea. Qəribə şirindir prosto hamısı. Red ginger 14. Red değil. Çox acıdır. Altıncıdakı İnşallah qarnımız ağrımaz bunları içəndən sonra. Pandanus. O nədir? Pan.
No, çox sağ ol, istəmirəm. Verilişimiz burada sona çatır, əziz tamaşaçılar. Növbəti destinationda görüşənədək. Few moments later. Bura Puratitra adlanır. Belə bir məbəddir. Çox qəşəngdir. Maraqlı yerdir. İndi buranı gəzəcəyik. Bura çox gözəldir, amma çoxlu insan var. Maraqlıdır, yekə balıqlar var burada da. Yəni ömrümdə bu qədər böyük balıqlar görməmişəm. Ümumi belə gözəldir, amma yəni şəkil çəkməliyik. Nə biləm, belə şəkilləri çox da sevmirəm. Prosta yad memory üçün çəkdik Salihlə bir neçəsini. İndi isə şəlaləyə gedəcəyik. Balıqların yekəliyinə baxın. Ömrümdə bu boyda balıq görməmişəm. Dəhşət. Few moments later. Biz gəldik yemək yeməyə. Səhər yeməyi də içməmişik. Yolda atışdırdıq filan, kofe içdik. İndi şəlaləyə getməmişdən qabaq yemək yeyirik. Çox maraqlı restoran tapsayıq. Bura gəlmişik. Biraz düzü yellənirəm. Bilməm, hündürlükdən düşdük deyə oldu, ya maşında çox yol getdik deyə başım çox fırlanır, biraz ürəyim bulanır. Biraz yemək filan yeyim, bəlkə həm də acam, bəlkə də bilmirəm. Ondan sonra gedəcəyik şəlaləyə. Əslində düyü tarlasına da getməliydik bugün, amma ora bizə yaxındır. Oraya hesaba gedəcəyik. Belə. Yeməklərimiz gəldi. Qəşəng görsənir. Deyək ki, dadlıdır. Yeyək. Few moments later. Yemək çox dadlı idi. Biz səndəmə acıymışıq. Yəni yemək yeyən kimi düzəldik. 100% acından təzyiqimiz düşüb, amma özümüz hiss eləmirdik elə də. İndi daha yaxşıyıq. Rahat davam edə bilərik. Biz şəlalədən çıxdıq. Düşməyimizlə çıxmağımız bir oldu. Çox mənasız, bəyənmədik buranı. Öldük düşənə qədər, inanılmaz isti idi. Yəni mənasız bir yer idi, palçıqlı. Biz başqa cür gözləyirdik, təbiətin içində, belə yaşıllıq filan. Bura gəlməyi məsləhət görmürəm. Yəni başqa yerə gedə bilərsiniz. Gözəl şəlalələr daha çox şimaldadır. Orada nisbətən uzaqdır. Burada əslində yaxın gəlmədik. Yəni 2 saata yaxın yol gəlmişik, bəlkə də daha çox. 3 hours later. Biz gəlmişik restorana ad günümü qeyd eləməyə. Salih yer rezerv eləyib, dəniz məhsulları olan bir restorandır. Çox gözəldir, bura baxın. Ad günü tortuma baxın. Hamısının səbəbkarı bu oğlan. Çox sağ ol, darling. The next day. Salam dostlar, növbəti gündən hər kəsə salamlar. Dünənlərim elə axırıncı videonu desən restoranda çəkmişəm. Ondan sonra heç nə çəkməmişəm. Çox gözəl keçdi. Restoranda ad günümü təbrik elədi hamı.
Çox gözəl ad günü idi. Yəni ilk dəfə idi xaricdə ümumiyyətlə ad günü keçirirəm. Həm də gün ümumi çox maraqlı idi. Bütün günü gəzintidə olduq. Sonra axşam restorana getdik. Həm lokum falan çox xoşuma gəlmişdi deyə özümü belə çox yaxşı hiss eləyirdim. Əla bir gün idi. Bu gün isə daha pozitiv keçirmək istəyirik. Əslində bu gün də tur var idi. Tur götürəcəkdik. Fikrimizi dəyişdik, götürməyəcəyik. Çünki dünən çox yorulduq. Bu gün də inanılmaz istidir. Düşünürük daha pozitiv keçirək. Beach Club-a gəlmişik. Yəqin ki burada olacağıq. Daha sonra da sonrasını fikirləşəcəyik artıq. Belə. Deməli dostlar, biz bura gəlmişik həm səhər yeməyinə, həm də biraz dincəlməyə. Səhər yeməyi, yəni breakfast menyuları biraz fərqli idi. Hər şeydən seçirsiniz. Məsələn, kofe, təbii şirə, daha sonra meyvə istəsəz doğranmış götürə bilərsiniz, smuzi və yaxud chia puding. Daha sonra bir də götürürsüz main dish, yəni yumurta. Bütün növləri var idi, siz özünüz seçirsiniz. Qiymətini axırda qeyd edirəm, çünki özümüz də qiymətini bilmirik. Ümid edirik ki, çox baha olmaz. İndi əslində mənə çay boy gətirib. Normalda tək səhər yeməyinə bir dənə bunu yeyirdim başqa yerdə. Ümid edirəm hamısını yeyə bilərəm. Biraz çoxdur. Belə, adı buranın Natya adlanır. Bizim otelə çox yaxındır əslində. Bir də basay mənzərəsi qəşəngdir. Hansa gələ bilərsiniz. Baxın, işkilərimiz də gəldi. Mən ananas suyu götürmüşdüm, Salih orange. Yes, thank you. Və kofe, Salih isə çay götürüb. Yəni, belə deyim, full menyudur. Hər şey seçə bilirsiniz. Çox gözəldir bura, çox dincəldik. Düşünürəm ki, yaxşı ki vlog çəkirəm. Bu mənzərələri yaddan çıxarmamaq üçün çoxlu videolar çəkmişəm. İndi yemək sifariş eləmişik. Deməli, burada da eyni şəkildə depozit var. 300.000 rupidir. İkimizdə səhv eləmirəmsə 18 evro eləyir. Çox uyğundur qiyməti. Bir içki və bir yemək sifariş eləyə bilərik. Yəni içki dediyim spirtli yox, mocktail aiddir. Biz də yemək sifariş elədik. Həm də demək olar adam yox idi. Ancaq özümüz idi. Çox dincəldik. Dünənin qaça-qaçından sonra əla gəldi. İndi buradan çıxıb gedəcəm masaja. Təbii ki, must have aktivitelərdən biri Asiyada masajdır. Daha öncə Şri Lankada olanda getmişdim. Çox bəyənmişdim. İndi burada çox qəşəng bir yerdə, əslində o otelimizin yanındadır. Masaj rezervasiyası eləmişik. Saat 4-də indi ora gedəcəyik. Daha sonra da Ubudu mərkəzinə gedəcəyik. Sabah artıq sonuncu günümüzdür. 6-ya qədər buradayıq. 6-da artıq Denpasara gedəcəyik və oradan da Berlinə qayıdırıq. Düzü 2 həftə mənə kifayət qədər bəs elədi. Gəlməmişdən qabaq düşünürdük ki, bəlkə 2 həftə azdır. Yəni çox qalmaq istəyirik filan. Sizə deyim ki, yox. Mən yoruldum biraz. Qəşəngdir hər yer, mənzərələr filan, amma çirklidir biraz. Düzü Şri Lanka belə deyildi. Bilmirəm, mənim yadımda elə qalıb ki, Şri Lanka daha təmiz idi. Burada insanlar biraz pint idi. Baxırsan, dünənlərə məsələn şəlaləyə getmişik. Şəlaləyə baxırsan, altı zibilli idi. Yəni əllərindəki hər şeyi yerə atırlar. Zibilin içində yaşayırlar. Yəni nə bilim, belə şeylər xoşuma gəlmədi. İnsanları çox mehribandır, çox seyfdir. Yəni heç kəsin nəyinəsə oğrasın, belə şeylər yoxdur. İnanılmaz, çox xoşbəxtdirlər. Baxırsan, kasıbdılar. Amma yəni 1 qram aqressiya görmədik biz bunlarda. Taksi xidməti superdir. Ubudda yeməklər digər şəhərlərə nisbətən çox dadlıdır. Yaxşı tərəfləri də var təbii ki, amma bəzi belə deyim, pis tərəfləri də var. Onlar biraz məni yordu. Mochi üçün dəhşət darıxmışam. Ona görə də fikirləşirəm ki, yaxşı ki 3 həftə yox, elə 2 həftə götürmüşük. Siz nə fikirləşirsiniz? Balidə olmusunuzmu daha əvvəl? Fikirlərinizi rəylərdə bildirin. Siz Balini bəyənmişsiniz yoxsa necə? Şərhlərinizi gözləyirəm. Hələlik.
Yeməyimiz gəldi. Bu deyəsən Ubudda noodle'un standart servis qaydasıdır. Adətən belə verirlər. Salih də eynisini düyü olanı götürüb. Bir də burada belə maraqlı lemongrass kokteyllər olur. Birinci dəfədir burada dadına baxmışıq. Maraqlıdır, limondadır, amma çox dadlıdır əslində. Fərqlidir yəni. Belə. 3 hours later. Biz gəldik masaja. Baxın, belədir. Welcome drink də verirlər. Hello, hi. How are you? Good. Thank you. 1 saatlıqdır. Qiyməti neçə idi? 1 saat çəkəcək. 90 dəqiqədə var. 300.000 rupi bir nəfərədir. Bir də başqa paketlər falan da var. 2 saat yarıma. Prosta 2 saat yarım çoxdur. Ona görə 1 saat bəsdir. Belə. Ümid edirəm bəyənərik. Reviewları çox yaxşıdır. Thank you. Few moments later. Biz masajdan çıxdıq dostlar. Qəşəng idim. Qəşəng belə dincəldik. Xoşuma gəldi. Axırıncı dəfə bizim zaksımızdan sonra dostlarımız bizə hədiyyə eləmişdi. Paket Four Seasons oteldə masaj və spa neçə belə xidmətlər idi. Orada da 1 saat idi, amma 1 saat çəkməmişdi yadımda. Yarım saat olmuşdu ya yox. Nə oldu? Yarım saat falan olmuşdu yoxsa yox. Burada bildiyimiz yavaş-yavaş belə relax modda masaj edirdilər. Və də Asiyada elədi, Şri-Lankada olanda da yadımdadır, çox belə fərqli idi, fərqlənirdi yəni. Nəysə, indi bizə çay qoyublar bura, çay içəcəyik, sonra gedəcəyik otelə artıq. Daha sonra isə gün batımına baxmaq istəyirik bugün. Qədər görək, bəlkə də axşam tərəfi, yenə mərkəz tərəfə getdik. The next day. Sabahınız xeyir dostlar, növbəti gündən hər kəsə salamlar. Üzümə biraz gün düşür. Dünənlərim axşam, demək olar heç nə çəkmədim, demək olar yox, heç nə çəkmədim. Gəldik evə masajdan sonra, biraz dincəldik, getdik axşam yeməyinə. Bilmirəm, masaja görə idi, yəni necə, yorğun uydum çox. Ona görə getdik yeməyə gəldik, daha sonra çamadanlarımızı yığmışıq. Çünki bu günlərim axşam artıq Berlinə qaydırır. Bəli, yəni deyim ki, sevinirəm Berlinə qayıtdığımız üçün, ağlıma gəlməzdi. Dünənlərim masajdan sonra yorulmuşdum biraz. Həm də Ubudun mərkəzi inanılmaz səs-küy idi. Yəni dəhşət, adamın başı beyni gedir. Çox pis səs-küy idi. İndi gedirik səhər yeməyinə. Bu dəfə oteldə yeyəcəyik. Daha sonra düyü tarlalarına gedirik. Onsuz da bizim otel ilə düyü tarlalarına baxır. Gedəcəyik, bir də yuxarıdan mənzərədən baxmaq istəyirik. Bir-iki görək nəyə çatdırsaq bugün edəcəyik. Əslində getmək istədiyim hər yerə getdim. Bir dənə Puratitraya getmədim. Ora getmək istəyirdim əslində. Suda seremoniya falan. Sadəcə biraz bunların natəmiz olduqlarını düşünərək o suya girmək istəmədim. Çünki baxıram bizim evimizin yanında kanalda da 2 dəfə görmüşəm. Orada yaşlı xanımlar paltar yuyurlar. Biraz natəmizdilər. Ona görə biraz iyrəndim açığı. Salih dedi ki, mən sənin yerində olsam girməzdim. Bu söz Salih deyirsə, deməli girmək lazım deyil. Ona görə qorxdum. Sırf ona görə artıq bütün həvəsim qaçdı, istəmədim. Belə, bugün 1-2 yerə alınsa gedəcəyik. Açığı artıq doymuşam. Belə dünənki pasiv istirahət çox yaxşı təsir elədi. Çamadanları da yığmışam 90%. İndi səhər yeməyinə gedib artıq çıxacağıq, gedək düyü tarlalarına. Oranı da sizin üçün çəkəcəm. Hələlik. Biz gəlib çatdıq Rastterasa. İndi buradan düşəcəyik. Aşağıda çox qəşəng mənzərə var. Sizin üçün də göstərəcəm. Baxın.
Belə papaqlar satırlar burada. Mən də götürdüm, şəkil çəkdirdim. Qəşəngdilər. Mənzərəsinə baxın. Hava inanılmaz istidir. Yəni bir təhər oldu istidən. Gözəldir, amma çox istidir. Artıq qaydırıq. Bəsdir məncə. Biz gəldik kofe içməyə, Fasfasa. Bura bir dəfə gəlmişdik səhər yeməyinə. Çox qəşəng restorandır. Restoran deyil, kafe shopdur belə deyim. Hər şey çox dadlı idi. Fikirləşdik ki, hələ vaxtımız var. Check-out 12-dədir, amma bizim 4-ə qədər vaxtımız var əslində. Ona görə biraz burada vaxt keçirəcəyik. Daha sonra da başqa yerlərə gedəcəyik. Saçım başım üstünə qalıb, fikir verməyin. Gəlin çəkim içərində sizə. Bu daha dadlı görsənir. Staçon sən istəmişdən əzsin. Biz artıq oteldən check-out elədik. Gətirdiyim bayqı da təhvil verdik. Çamadanlarımızı, sağ olsunlar, sumkalarımızı saxlayacaqlar. Biz gedib biraz gəzəcəyik. Monkey Forest-ə getmək istəyirik. Daha sonra 4-də artıq qayıdıb taksi ilə Denpasara gedəcəyik. Bizə məsləhət gördülər ki, 4-də çıxaq. Uçuşumuz saat 9-dadır. Buradan yol 3 saat olduğu deyilir. Bir də tıxac falan olur deyə. 2 nəfərdən soruşduq, isə 4 dedi. Ona görə biz də risk atmaq istəmirik. Elə 4-də çıxacağıq. Belə bugün inanılmaz istidir. Yəni tüy tarlalarında da bir təhər olmuşduq. İndi də ümid edirəm Monkey Forest-də meymunlar bizi yeməz. Birazdan oranda çəkərəm sizə, əgər meymunlar icazə versə. Few moments later. Biz Monkey Forest-ə gəldik. Bura mərkəzə yaxın yerdə yerləşir. İndi piyada gedəcəyik. Ərazisi belə park kimi böyük olmalıdır. Amma əmin deyiləm ki, kameranı çıxara bilərəm, yoxsa yox. Çünki məsələn videolara falan baxmışdım. Adətən deyirlər ki, telefonunuzu çantada saxlayın, eynəkləri hətta çantada saxlayın. Çünki meymunlar insanların eynəklərini, telefonlarını götürür, daha sonra pul qarşılığı verirlər. Çox qəribə deyil. Birinci meymunumuz. Nə oldu, ara qaçdın? Biz gəzdik, çıxdıq, çox istidir. Oturmuşuq, su içirik. Bayaq gözümüzün qabağında bir dənə meymun oğlanın bəkbəkinin üstə tullandı. Götürdü çantasını açdı, içindən təzə aldığı tişörtü oğradı, qaçdı. Həmişə belə videoları Instagramda falan görürdüm. Yəni canlı şahidi olduq. Qorxdum kameramı çıxarmağa, çünki ətrafda çoxlu meymun var idi. Yəni kameramı götürsəydilər yaxşı olmazdı. Nəysə, belə biz artıq buradan sonra gedəcəyik yemək yeməyə. Burada bir dənə maraqlı yer tapmışıq. Əgər gedə bilsək, oradan da sizin üçün görüntü çəkəcəm. Ubuddan son kadrlarda artıq orada görüşərik. Bura Ubudun mərkəzi küçələridir. Əslində mərkəz hissəsi qəşəngdir, sadəcə inanılmaz xaotik, basa-bas, səs-küylüdür. Hər şey yolun kənarındadır, Uluvatda kimi. Amma Uluvata nisbətən burada biraz mərkəz anlayışı var. Məsələn, Ubud Palace mərkəzdə yerləşir, onun ətrafı elə mərkəz sayılır. Amma burada da mopedlər, maşınlar inanılmaz çoxdur, insan çoxdur. Səs yəni çox narahat eləyir. Sakitçilik olsa, əslində Ubudun mərkəzi çox gözəldir. Çox prosta xaotikdir. Belə, bura Ubud Palace-dır. Biz bura birinci gün gəlmişdik. Keçən dəfə taksi şoförü bizə məlumat verdi ki, Ubud Palace səndimə Royal ailə yaşayır hələ də. Yaponiyadakı Imperial Palace-da da eyni şəkildə yadımdadır.
elə məlumat vermişlər ki, orada yaşayır. Bir hissəsini ziyarət üçün açıq belə deyim eləyiblər. Digər hissəsi isə bağlı idi. Orada Royal Family hələ də yaşayır. Biz indi gedirik Azərbaycan restoranına. Dünən sinif yoldaşım mənə yazdı ki, bəs burdasansa, burada belə bir restoran var. Dostunun restoranıymış. Biz də baxdıq, əslində fikirləşdik ki, gedək. Onsuz da Berlində Azərbaycan yeməkləri demək olar yemirik. Ona görə həm də reytingi falan çox yaxşıdır. Düşündük ki, gedək indi orada yemək yeyək. Artıq 2 həftədir biraz İndoneziya yeməklərindən də bezmişik. Ümid edirəm dadlı olar. Yarpaq dolması istəyirəm. Yarpaq dolması olsa çox sevinərəm. Belə, alınsa çəkəcəm sizin üçün də. Nə maraqlıdır. Elə onu deyirəm də sən onu bəyənərsən. Dostlar, dolma tapdım. Çox acam. Belə bir dənə mezə seti sifariş eləmişik. Salin də yeməyi indi gələcək. Ümid edirəm çox dadlıdır. Dolma, dolma, dolma. Biz yeməkləri çox bəyəndik. Yarpaq dolması çox dadlı idi. Salin yeməyi də. Ət elə bir ki, yəni bizdə necə olursa bişirsə eyni daddaydı. Yəni çox qəribədir ki, burada onu necə eləyiblər. Çox dadlı idi hər şey. Siz də Baliyə gəlsəz, İndoneziya yeməklərindən bezsəz, mütləq gələ bilərsiniz. Hər şey çox dadlı idi. Məncə bəyənəcəksiniz. 3 hours later. Biz artıq taksiyə minmişik, aeroporta doğru gedirik və buradan yolumuz harasa 3 saat olacaq Denpasar aeroportuna. Bu qədər Ubud vloqumuz burada sona çatır. Ümid edirəm videonu bəyəndiniz. Dəstək üçün videonu bəyənib kanala abunə olmağı unutmayın. Fikirlərinizi şərhdə bölürsəz sevinərəm. Şərh yazdığınız halda videolar daha çox insanın qarşısına çıxır. Buna görə mənim üçün önəmlidir. Növbəti vloqlarda görüşənədək hələlik.